Değerli Şəhidin TV izləyiciləri, hər birinizi salamlayıram. Bu günlərimdə Beyləqan rayonundayıq. Beyləqanın Qararlar kəndinin yeganə şəhidi olan Vəzirov Cəlal Bədirxanoğlunun ev muzeyindəyik. Gəlmişik şəhid analarından, şəhid Məhəmmədimizin anası ilə, şəhid Həmidimizin anasına və şəhid Fəcadə Fətrimizin anası ilə gəlmişik anamızın ziyarət eləyək. Qardaşımızın ev muzeyini ziyarət eləyək. O cümlədən də atamızı, şəhidimizin qardaşını bilgək. Bu ev həmişə xeyir işə gələk. Allah sizlərə səbir versin. Allah qardaşımızın timsalı cəmi şəhidlərimizə rəhmət eləsin. Mən buradan baş redaktor olan Hüseyin Cavit qardaşımız Ağaoğluna minnətdarımı biləm, Tahir müəllim Məmmədova təşəkkürümü bildirirəm ki, bu cür analara dəstək olurlar, çəkirlər, işıqlandırırlar, analar bir mərhəm olaraq balaca olsa ürəklərinə su çiləmiş olurlar. Mən öz timsalımda Allah'tan sizlərə səbir diləyirəm və Tahir müəllim adına, Cavit müəllim adına sizlərə səbir diləyirəm. Ruhları şad olsun, məkanları cənnət olsun, Allah məqamları uzadan da uza eyləsin. Allah sizlərə səbir versin, bir daha belə bir dərd, bəla xalqımıza, millətimizə göstərməsin inşallah. Amin deyirəm mən. Gecələr diyarımızdadılar, gözümüz Beyləqanımızdan. Buraya olan doğma Qararlar kəndimizin 44 günlük vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan, Füzuli rayonunda gedən amansız döyüşlərdə igidlik qəhrəmanı göstərərək şəhadət çalan, tək və yeganə şəhidimiz, ant yerimiz, qürur yerimiz olan Vəzirov Cəlal Bədirxanoğlunun ev muzeyinə dəyərli başsağcımız olan şəhid analarımız ziyarətə gəlibdir. Qafqazın mühəlləşdirilmiş ən gənc tank tabor komandiri, kapitan, ürəklərimizdə milli qəhrəmanımız kimi yaşayan, həmid milli qəhrəmanımız gəlir. Dəyərli pedagogumuz Köln anamız, 44 günlük vətən müharibəsində ağır yaralamağına baxmayaraq döyüşlərini davam elətdirər. Habelə 44 günlük vətən müharibəsindən sonra başlanan 2 günlük lokal olan terror döyüşlərində birliklik qəhrəmanı göstərərək şəhadət çalar. Fəcadə Fətri Ağamoğlanoğlu ki, bir igid qəhrəman dünya gedən Dəhrir Şabanamız və igid qəhrəman qardaşım Məhəmmədimizin anası Tərən anamız bu günləri bizim Cəlalımızın ev muzeyini ziyarətə gəliblər. Analar, hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Allah sizlərə səbir dözüm, Allah sizlərə uzun ömür, can sağlığı versin. Allah bütün şəhidlərimizin məqamınıza, məkanını cənnət etsin. Mən də müstəqil fəaliyyət göstərən könüllərdən ibarət şəhid sevər kimi daim insanların yanındayım. Şəhidlərimiz bir ömür boyu unutulmaz heç vaxtı. Şəhidlər vurulan da ölmür, unutulan da ölürlər. Şəhidlərimiz haqqı ödəlməzdir, bilin ki. Bizim aldığımız nəfəsimiz şəhidlərimizin son nəfəsidir. Həqiqət Azərbaycanımız var, qeyrətli oğullarımız var, bizim kimi şəhid sevərlərimiz var. Şəhidlərimiz... Biz bu günləri Ağsu rayonundan olan şəhid bacısı Leyla xanımın, Cəlal balamızın şəklini bu qədər hazırlayıb, belə gözəl bir rəsm əsəri kimi yaradıb göndərik. Biz də onu gətirib anamıza Leyla xanımın adından təqdim elədik. Bu ocaqda olmaq, buranı ziyarət eləmək gerçəkdən bir fəxirdir, bir qürurdur. Çünki Cəlal könüllü şəhiddir, kəndin yeganə şəhididir. Ümumiyyətlə, bütün şəhidlərin ocaqlarını ziyarət eləmək bir məqamdır sanki. Bir qismətdir, bir nəsibdir ki, o evi gəlib ziyarət eləyəsən. Bugün də nə xoş bizim halımıza ki, biz Cəlal balamızın ev muzeyin, onun ocağını ziyarət eləmək bizə nəsib oldu. Allah şəhidimizin yerini cənnət eləsin, məqamını uca eləsin, valideynlərinə, yaxınlarına səbir versin. Düşünəndə bayaqdan ailə ilə bərabər söhbət eləyirik. Yəni Cəlalın nəyəsə ehtiyacı olum, mən hərbiyə gedim, qazanc dalınca getməyibdir Cəlal. Cəlal könüllü şəhiddir, vətən üçün, torpaq üçün, bayraq üçün fəda olan şəhidlərimizdən biridir. Və o bu yolda öz canlı ilə, qanı ilə bir vətəni bütövləşdirdi, bir vətən yaratdı. Biz analar oğul itirib vətən qazanan oğulları. Allah bizim bu vətənimizi, onun bayrağı var, üçrəngli bayrağı uğrunda canını fəda etdi bu şəhidlərimiz. O bayraq ki, artıq Azərbaycanımızın, Qarabağımızın hər bir güşəsində dalğalanır. Qoy o bayrağın sədaları altında Cəlalın qardaşının övladları var. Onlar o bayrağın sədaları altında sağ-salim böyüsünlər. Bəli, Həmidimiz var bizim, Fətimiz var bizim. Cəlalların, necə deyim, yarımçıq mı deyim və yaxud da ki,
biraz əski qalmışdı. Gəlin belə deyək də, müharibə nə qədər bizə ağrı acı versə də, içimizdə o Xankəndinin bir niskili vardı. Sanki ərazimiz hələ tamamlanmamış deyə bir düşünürdük. Düşünürdük ki, bu torpaqlar hələ də orada, elə bir o deyirlər, ananın əli balasından yana uzanlı qalır. Sanki o torpaqların da, o elin, obanın da əli hələ uzanlı qalmışdı. Bir sızıntısı qalmışdı. Bəli, Həmid kimi, Fəthi kimi oğullar, antiterror əməliyyatları zamanı olan bütün şəhidlərimiz, qəhrəman igid oğullarımız bu sızıltıya, bu ağrı acıya son qoydu. Ərazimizi bütövləşdirdi, suverenliyimizi bərpa elədi. Allah hamısının yerin cənnət eləsin, ruhun şad eləsin, hər birimizə səbir, dözüm versin. Mən deyərdim ki, ana, hər birimizə aiddir. Deyərdim ki, şəhadətin təsəllimdir oğul. Asır rayonundan sizə gördüyünüz Leyla xanım, Şəhid bacısı Məhəmməd bizim bacımız. Gözəl bacı. Anamız o bir görsədək sizə. Şəhidimizin anasıdır. Salam, salam canım benim, salam. Sizin hədiyyəniz də buradadır. Bu açar, anamız da görsün. Allah qəbul eləsin canım benim. Sənin Çox gözəl bacı. Çox sizin bu sevdim. yerə gəlməkdən, bu həc ziyarətdən gələndən sonra post bilirəm, Allah rəhmət eləsin. Qurban olun, onun məqamına qurban olun. Zahir zəhmət olmasa verərsən telefonu. Zahir. Allah köməyiniz olsun. Telefonu verərsən mən telefonu verərəm. Allah qəbul eləsin. O da Gözəl. onun sizə var. Allah qəbul eləsin. Məhəmmədin anası. Bizim də Bəli, bəli, bəli. Allah qəbul eləsin. Siz necəsiniz? Allah qəbul eləsin. Sən də Allah var olsun, Allah Əlləriniz var olsun. Gör nə gözəl, nə gözəl. Çox belə səliqəsinə söhbət yoxdur da. Çox səliqəsinə söhbət yoxdur onun. Ən gözəl hədiyyə. Ən gözəl hədiyyə. Bugünkü gün ən gözəl hədiyyə. Var olasın sizə qurban. Allah sizi var eləsin. Ay Allah, nə gözəl. Ən gözəl Öz hədiyyə. əziyyətən əllərinə sağ bacım. Çox səliqəli qız. Ağızlı çəkib, ramkasına kimi, plenkasına kimi, papoqqalanmağına kimi, hətta poçtun basqoduna kimi Hə, poçta hamısı hamısı özü Çox sağ ol, bibi sənə qurban olsun. Sənin qardaşınla mənim cəlalımdır. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah kimi. Ən gözəl hədiyyə oldu mənim üçün. Allah qəbul eləsin. Allah sənin arzularına çatdırsın. Cəm şəhidlərimizin ruhu şad olsun. Allah hamısı mənim cəlallarımdır. Bibi sənə qurban olsun. İcazə versəydiniz, mən burada sizin kadra çəkirdim. İcazə versə, mən istəyərdim siz də kadra düşərsiniz. Yəni, niyə də tanınmasın mənim bacım. Buyur, bacımızı tanıyaq, Leyla bacımız. Xatırladan. Bugün biz elə bir yerdəyik ki, həqiqətən mənim üçün cəm şəhidlərimizlə bir yerdə bu evin gözəl bir oğlu, gözəl bir, nə bilim, Allahın yolunda olan bir oğlun bir anasının yanındayıq. Mən deyərdim ki, ana, Allah sizə səbir versin. Oğlunuzun məqamını Allah ucadı onsuz da, ucadan da uca eləsin. Cəm şəhidlərimiz. Cəlal balamızla bir yerdə Allah cəm şəhidlərimizin məqamını uca eləsin, məkanın cənnət eləsin, İmam Hüseynə qonaq eləsin, Əli əleyhissalamın yanında Allah qərar versin. Kərbəla şəhidləri ilə Allah özü məşhur eləsin, cəm şəhidlərimizi. Allah sizə çoxlu səbir versin. Allah cəm sizinlə bir yerdə, Allah şəhid analarının, şəhid valideynlərinin hər birisinə Allah səbir versin. Bizi çəkib işıqlandıran qazilərimizə, Niyaməddin balamıza, Zahir qardaşımıza Allah kömək olsun. Cəmi elə hər bir yerdə, toyda mı deyim, mövludlarda mı deyim, il dönümlərində mi deyim, hər harda olursa olsun, bizi çəkib işıqlandıran qazilərimizə Allah kömək olsun. Şəhid sevərlərimizə Allah kömək olsun. Allah canınızı sağ eləsin, Allah var eləsin. Allahın salamı olsun, Allah salam salavət göndərsin cəm şəhidlərimizə. Allahın salamı olsun cəm şəhid analarımıza. Amin inşallah ya Rəbbim, ya Rəsulallah, amin.
Hamınızı salamlayıram, xoş gəlmisiniz. Allah ziyarətinizi qəbul eləsin. Bugün qəhrəman oğullarımızın, qəhrəman anaları və Cəlalımın axirət qardaşım, döyüş yoldaşım, qəhrəman qazi balamız Zahir buradadır. Allah sizi var eləsin, ziyarətinizi qəbul eləsin. Bugün mənə bir hədiyyə olunub Ağstafa rayonundan, Ağsu rayonundan Leyla qızımız Cəlalımızın şəklini işləyib göndərib, əlləri var olsun. Mənim üçün gözəl bir sürpriz oldu. Allah sizə dəyməsin. Bacılarım və qazi balamız da bunu götürüb mənə hədiyyə eləyib gətiriblər. Allah sizi var eləsin. Gəlişiniz mənim üçün hədiyyə oldu. Allah ziyarətinizi qəbul eləsin. Bu qəhrəman oğullarım hamısı mənim cəlallarımdır. Hətta qəhrəman balamız da, Həmidimiz də, Məhəmmədimiz də, Cəlalımız da hamısı mənim qəhrəmanlarımdır, qəhrəman oğullarımdır. Allah hamısının məqamını eyləsin, analarına səbir versin. Və bir ziyarətgahdır, hər zaman da qapı sözümüz açıqdır. Allah razı olsun hamınızdan. Xoş gəlmişsiniz bir daha. Mən də salamlayıram sizi, analar. Allah sizləri salamat eləsin, başımızdan əskik eləməsin. Şəhidin həm qardaşı olaraq, həm bu ocağın şəhidin xidmətçisi olaraq sizi salamlayıram. Allah sizlə bahəm, mənim də atamla anamın canı salamat eləsin. Bu ocaqda həmişə böyük, ağsaqqal eləsin, ağbirçək eləsin. Sizə də Allah can sağlıq, uzun ömür versin. Biz bir dəstəyik. Şəhid əzizləri də bir dəstədir. Qazilər, şəhid sevərlər bir dəstədir. Allah bizi də salamat eləsin. Onlar şəhidlərimiz bir dəstə idi. Onlar getdilər, məqamı ucaldılar. Bizim də boynumuzda haqq var. Biz də bu yolu davam elətdirməliyik. Bizim də boynumuzda daha böyük məsuliyyətlər var. Layiqincə davam elətdirməliyik bu yolu. Allah sizləri var eləsin. Xoş gəlmişsiniz bir daha. Zahir qardaşımız da, qazimiz, bizim qeyrətli qardaşımız. Allah canı salamat eləsin. Allah ona şifa versin inşallah. Balalarını sağlasın. Niyaməddin qardaşımız da şəhid sevərlərdəndir. Allah onu da salamat eləsin. Sağ ol qadam. Balaların gözünə çıraq Təşəkkür eləsin. edirəm. Bir daha xoş gəlmişsiniz. Sağ olun. Allah ziyarətinizi qəbul eləsin bugün. Nə yaxşı gətirib. Bəli. Xoş bir təsadüf bizim şəhidimizin də bu günləri mövluduydu. Allah bəli, Fəthizadə Fəthi qardaşımızın qeyrətin adına, məqamına qurban olum. Şəhid bacısı olan Ağsudan bizim də əzizimizdir, başımızın tacıdır, Leyla bacımız. Allah əllərin var eləsin, canın salamat eləsin. Şəhidimizin, Cəlalımızın şəklin, bəli, memorial şəklin düzəldib. Allah kömək olsun, Allah əvəzin versin. Bir daha xoş gəlmişsiniz, sağ olun, var olun. Evet, siz de hoş geldiniz. Bütün şehitlerimiz roşad olsun. Mən də şəhid Fəthizadə Fətinin anasıyam. Mən bu gün Cəlal balamın evinə, ev muzeyinə gəlmişəm, anamı ziyarətə gəlmişəm. Mən bu günü, mənim balamın bu gün dəyişməm ad günüdür. Yəni azından evdə də sıxılırdım ki, harasa gedim, bir hevsələm yönəlsin. Sağ olsun Zahid qardaş, bir gün məni gəldi bu Cəlal balagilə. Yəni azından da az da olsa bir də təsəlli tapdım. Allah balamıza yerin cənnət eləsin, atasın, anasın, qardaşın uzun ömür versin. Bütün şəhidlərimizdə yeri cənnət olsun. Aldıncı bacımız özü də şəhid bacısıdır. Zəhmət olmasa qardaşımız haqqında məlumat ver, həm elə təqdim elə. Qəhrəman oğullar təyyar oldu. Ağsu rayonunda qəhrəman oğullar təyyar oldu. 18 yaşında hərbi xidməti zamanı şəhid oldu. Bildik, Allah rəhmət eləsin. Başa düşdü, Allah rəhmət eləsin. Hansı Ağsu rayonunda səfər olmuşsa? Ağsu rayonundan hərbi xidməti zamanı şəhid oldu. Aydın, 2002-ci ildə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hə, Hər birimizin yadımdadır. balasıdır. Cəlalımdır mənim üçün o da. Allah kömək olsun, minnətdaram. Çox sağ olun. Allah sizlərə var eləsin. Çox sağ olun, Allah razı olsun. Yəqin ki, o növbəti o fragmentin üstündə işləyirsiniz.
Ayın birisi. İnşallah. İnşallah yetkin. Vətənə Allah qəbul olasın, eləsin. gözəlim, Allah qəbul eləsin. Allah ürəyinizi İnşallah sevindirsin. bəziləri gələndə gətirəcəm sizi buralara. İnşallah, inşallah. Gəlib bir dəfə bizə gəlibdi, gəlib evdə olmamışam. Allah qəbul eləsin. Var olasın. Sevindirdiniz məni. Sənə qurban. İnşallah. Gəl, Məhəmməd gilə də gəl. Mən sizi gətirəcəm. Həmidli Həmid də hər birimiz də səni görmək istəyirik. Səlamlarımızdır Məhəmmədlərim. Allah köməyiniz olsun, minnətdarım. Var olasın. Var Çox olasın. sevindim. Allah əvəzini versin. Əllərin var Allah olsun, qəbul Allah eləsin. qəbul eləsin. Əllərinizə sağlıq. Allah ürəyi niyyətlərini çatdırsın. Biri belə ismət Atamızdır böyle. biri də bir ayrı cürə bilsin. Allah köməyiniz. Amin. Amin. Var olasın. Allah Qadınlar səni var var. eləsin. Çox gözəldir. Öpürüm sizi doğan əllərinə. Var olasınız. Allah sizi var eləsin. Siz, Çox sağ olun Zahir. Allah sizin bizim kimi də qardaşınız, bizim de sizin kimi Bazılarından, bacınız var. Mən fəxr edirəm, qürur Bəli, duyuyorum. burada sənin bir qardaşın ocağı var, bir qardaşın da var, Kərbəlayı qardaşın. Bu sənin də Şəhidimizin qardaşıdır. qardaşındır. Allah salamat eləsin. Kərbəlayı Pərvin qardaşımız, şəhidimizin qardaşı. Salamımızın qardaşı. Allah köməyiniz olsun. Əsas o ki, mən də yükü bu çiyindən atdım, bir balada da mən nəfəs alım. Əsas duran gün götürdüm, bir günə gətirdim, çatdırdım. Kömək olsun, Allah razı olsun Zahir. Çox sağ Allah olun, bütün kömək gözəl olsun. əməllərin qarşılığını Sağ ol. versin. Çox bir sənə qurban olsun, çox sağ Sağ ol. ol ana. Bibi öpür səni əllərindən, Sağ ol. Allah əvəzin versin. Çox Amin. sevindim, həmişə sevinin. İnşallah bir günlərində biz vurub gələrik ora. İnşallah, inşallah. Olur, çox sağ Var ol, olasın, minnətdarım. Allah Sağ ol. qəbul eləsin. Hə, çox 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan, Füzuli rayonu uğrunda gedən döyüşlərdə igidlik, qəhrəmanlıq göstərərək şəhadət alan, bizim igidlər diyarımız Beyləqanımızın igid qəhrəman oğullarından biri, doğma Qarallah kəndimizin tək və yeganə şəhidi olan az yerimiz, qürur yerimiz olan Vəzirov Cəlal Bəzirxanoğlu'nun bu günləri məzarın ziyarətinə gəlmişəm. Allah şəhidimizin məqamını və məkanını cənnət etsin. Şəhidimiz həqiqətən də 44 günlük Vətən müharibəsində tarix yazan, adın Azərbaycanımızın hər salam və sakitlər əlverlə yazdıran bu igid qəhrəman qardaşlarımızdan biridir. Həqiqətən Vəzirov Cəlal Bəzirxanoğlu nəinki bizim Beyləqanımızın, Azərbaycanımızın, Türk dünyası igid qəhrəman oğullarından biridir. O cavan canından, toysuz canından vətənimiz, torpağımız, üç rəngli bayrağımız, Azərbaycanımız uğrunda bizlərin yolunda keçdi. Ona görə də bir ömür boyu biz tüm şəhidlərimizə borçluyuz. Bu günlər şəhidimiz Allahın yanındadır, Allah'a məxsusdur. Mən də könüllü müstəqil fəaliyyət göstərən şəhidçilər kimi, vətəndaş kimi gəlmişim şəhidimiz ziyarətinə. Şəhidimə deyirəm, Allah məqamınızı etsin, Allah yeriniz cənnət etsin. Allah'ın salamı olsun sənə, igid qəhrəman qardaşım. Necə dözək bu zillətə, əsrətə Tab gətirməz ürək zülmə, əziyyətə Böyük dərddir doğma qardaş etkisi Düşünəndə adam gəlir dəhşətə Sənsiz qalır obamız, elimiz bizim Bunu deməyə gəlməyir dilimiz bizim Sen geden söndü yanan çırağımız Sandı yürek büküldü belimiz bizim Sen geden söndü yanan çırağımız Sandı yürek büküldü belimiz bizim Kardeş hasreti ne yaman çok ağır imiş Kardeş hasreti Kardeş hasreti Cavan yaşta bitti hayat müddeti Göz mürürek Bu ayrılık üzür beni Boğuluram ben Göz mürürek Nece dözsün taqetim yok Yoruluram ben Değerli şəhid anaları, əvvəla hər birinizə xoş gördük. Bugün iki qəhrəman qardaşımızın, rəhəmli Xəyar Rahiloğlu'nun
və o cümlədən Fəthizadə Fətə Ağamoğlanoğlunun cənnətə kimi yolluq günüdür. Allah hər birinin və onların timsalını bütün qəhrəman şəhidlərimizin məqamını uca eləsin. Biz də Şəhidim TV adından sizin bugün ziyarətinizə gəlmişik. Allah şəhidlərimizin məqamını uca eləsin. Məqamların uca ruhlarını şad eləsin inşallah. Onların qanı və canı bahasına bugün biz 86,6 min kvadrat kilometr ərazimizi bərpa eləmişik. 3 rəngli bayrağımızı zirvələrə qaldırmışıq. Allah şəhidlərimizin məqamını uca eləsin. Şair gözəl deyib belə yerdə. Şair deyir ki, dağların qoynunda soldu çiçəklər, söndü dan ulduzun min bir diləklər, kamına çatmadan köçdü ürəklər, qəlbimdə qubardı candı şəhidlər. Kasıb damxaların zəngin insanı, kasıb damxaların zəngin insanı, vətən vətən deyə tapşırdı canı. Hər kəsdən üstündür bir damla qanı, ən böyük şöhrətdir, şandır şəhidlər. Göylərdən ucadır məqamı ulu, əməli salihdir, imanla dolu. Nə böyük zirvədir şəhadət yolu, hər iki cahana şandır şəhidlər. Hər iki cahana xandır şəhidlər. Allah şəhidlərimizin məqamını uca eləsin, ruhları şad eləsin.